Nə yazıldı? Deyin görün. Deməli, bu ifadəni almaq üçün bu ifadədən, bu ifadəni çıxıram. Baxın, 7 alfadan 3 alfanı çıxsam, nə qalacaqdır? 4 alfamız qalacaq. Yoxsa tərsinə eləyək? 3 alfadan 7 alfanı çıxaq ki, mənfi 4 alfa qalsın. 5 betadan mənfi 4 betadan çıxaq ki, 9 beta qalsın. Deməli, köçürəm bunundur. 3 alfa üstəcə 5 betadan çıxıram, bundan çıxıram bunu. 7 alfa çıxaq, 4 betadan qutardım. Gətirib yerinə qoyuram. Deməli, yuxarı olduğu kimi qalıbdır. Bunun da cavabı var da, düzdür? Gətirib cavabını yerinə yazır. Olur deməli, kosinus 3 alfa üstəcərək 5 beta çıxaq. Bunu yazmadıq, yazdıq nə? 810. Sən də bilsən ki, kosinus onsuz da mənfi yiyir da, düzdür? Fikir ver, normalda 180 çıxaq nəsə zad olunurmu? Burada da indi 810, bu çıxaq 810 olmasına baxmayaraq, mənfini çıxardıram, sonra mənfi yeyilir gedir. Deməli, 810-un içində də kosinusun dövrü nə idi? 360-dır da. 360, neçə dənə 360 var? 2 dənə 360-ın da 720, bundan 720 atanda nə qalıbdır? 90. İndi gəlin belə, həm də düzəldək yazaq da, dediyimiz kimi. Sürət olduğu kimi qalsın. Sürət olduğu kimi qalsın. Məxrəcdə 720-sini atmışam, 90 qalır. Mənfini çölə çıxartmışam, kosinus yiyibdir. Görək, 90 çıxaq, mörtərzədə qalıbdır deməli nə? 3 alfa üstəcərək 5 beta. 90 çıxaq nəsədirsə, hansı rübdəyəm? Birinci rübdə kosinus nədir? Müsbətdir. Yuxarı yenə olduğu kimi qalıbdır. 3 alfa üstəcək 5 beta. 90-da adı dəyişibdir. Olub nə? Sinus. Deməli, 3 alfa üstəcək 5 beta. Cavab da 1. Ayən sən də bir almışdın. Qutardıq. Cavab 1.